Salam hörmətli tamaşaçılar, Dünyaya Baxışda son xəbərləri mən Emil Quliyev çatdırıram. Bugün Amerikanın səsində izləyəcəksiniz. Ukraynada kiçik biznes sahibləri parlament qarşısında nümayiş keçirib. İranda Səkinə Aştiyaninin günahını etiraf etdiyi video yayımlanıb. ABŞ prezidentinin Qurban Bayramı və Həcc ziyarəti təbriki. İndi də günün xəbərləri ilə ətraflı tanış olaq. İran hökuməti xəyanət maddəsi ilə daşqalaq cəzasına məhkum edilmiş qadının günahını etiraf etdiyi videonu göstərib. İran hökuməti zina maddəsi ilə daşqalaq cəzasına məhkum edilmiş qadının özünü günah sahibi adlandırdığı videonu nümayiş etdirib. Səkinə Məhəmməd Aştiyani kimi təqdim olunan qadın üzü qapanmış halda göstərilib. Həmin videoda Azərbaycan türkçəsində danışan qadının ifadələri fars dilinə tərcümə olunur. Reportajda oktyabr ayında Aştiyaninin oğlundan müsahibə almağa cəhd edərkən saxlanmış iki almanın da ifadələri nümayiş olunur. Casusluqda ittiham olunan almanlar İranlı siyasi fəal tərəfindən aldanıldıqlarını deyirlər. Onların sözlərinə görə almanları İrana göndərən daşqalaq əleyhinə təşkilatın rəhbəri Mina Əhədi özünə ictimaiyyət arasında xal qazandırmağa çalışıb. Vaşinqtondan Amerikanın səsini izləyirsiniz. Dünya müsəlmanlarının həcc ziyarəti davam edir. ABŞ prezidenti Barack Obama da dünya müsəlmanlarını müqəddəs həcc ziyarəti və Qurban Bayramı münasibəti ilə təbrik edib. Ənənəvi həcc ziyarətinin 3-cü günü müsəlman zəvvarlar Səudi Ərəbistanında Mina divarına daş atmaqla şeytanı daşlayıblar. Gecəni Müzdəlifə vadisində keçirən zəvvarlar şeytanı daşlamaq üçün yetərli daş toplamağa çalışıb. Mərasim simvolik olaraq şeytanın daşlanması mərasimi adlanır. Həcc ziyarəti qurbanların kəsilməsi ilə sona çatacaq. Bu arada ABŞ prezidenti Barack Obama dünya müsəlmanlarını müqəddəs həcc ziyarəti və Qurban Bayramı münasibəti ilə təbrik edib. Ağ evin açıqladığı bəyanatda deyilir. Mişel və mən dünya müsəlmanlarına Qurban Bayramı münasibəti ilə təbriklərimizi çatdırır və həcc ziyarətində olanlara səfərlərini sağ-salamat başa çatdırmağı arzu edirik. Bu il Birləşmiş Ştatlar da daxil olmaqla dünyanın 160 ölkəsindən 3 milyona yaxın zəvvar Məkkə və onun ətrafında həcc ziyarətini yerinə yetirərək birlikdə dua edirlər. Bugün Ukrayna qanunvericiləri vergi qanununa dəyişiklik təklifini nəzərdən keçirir. Parlament qarşısına toplaşmış 5000 insan isə bu təklifə öz etirazını bildirir. Yeni qanun vergidən yayınma hallarını azaltmaq və boşalmış dövlət fondlarını doldurmaq məqsədi daşıyır. Bununla qanunvericilər iqtisadiyyatı sabitləşdirəcəklərinə və Beynəlxalq Valyuta Fondunun öhdəliklərini yerinə yetirəcəklərinə ümid edir. Çoxu kiçik biznes sahibi olan nümayişçilər isə Ukrayna parlamentinin önündə toplaşaraq Baş nazir Mykola Azarovun təklif etdiyi qanun layihəsinə etirazını bildirib. Onların sözlərinə görə dəyişikliklər onların yaşayışına təminat verən vasitələrin vəziyyətini pisləşdirəcək. Bu, sentyabr ayında dəyişiklik təklifi bəyan olunandan bəri keçirilən ilk etiraz nümayişi deyil. Millət vəkilləri qanuna dair sessiyanın televiziya vasitəsilə yayımlanmamasına səs veriblər. Dünya Bankının 183 ölkə arasında keçirdiyi sorğuya görə hazırda Ukraynanın vergi sistemi Belarus və Venezueladan sonra dünyada 3-cü ən pis sistemdir. Vaşinqtondan Amerikanın səsinin Dünyaya Baxış proqramını izləyirsiniz. Bugün Böyük Britaniya şahzadəsi William uzun müddətdir qız dostu olan Kate Middleton'la nişanlanıb. Onların keçən ay Keniyada tətildə olduqları zaman nişanlandıqları və gələn il Londonda evlənəcəkləri bildirilir. Şahzadə William atası Şahzadə Charles'dan sonra İngiltərə taxtının vəliəhdi kimi ikinci yerdədir. 28 yaşlı William və onun nişanlısı 9 il bundan əvvəl Şotlandiyada Müqəddəs Andrews Universitetində təhsil alarkən tanış olublar. Evləndikdən sonra onlar Şahzadə Williamın xidmət etdiyi Kral Hərbi Hava Qüvvələrinin yerləşdiyi Wales'in şimalında yaşayacaqlar. Bugün Dünyaya Baxışda sizə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan Amerikanın səsinin televiziya studiyasından mən Emil Quliyev sizinlə xudafisləşirəm. Siz isə Amerikanın səsinin digər xəbər və reportajlarını www.amerikanınsəsi.org-dan izləyin. Sabah yenidən görüşənədək.